Necə bir şeysə, amma belə bir şey. Giriş elə. Baxın, belə kiçik bir table, içərisində şəkilləri, yazıları, məlumatları, tarixi, baxış sayı, bir də ki, populyar qaba. Buna bənzər bir dənə şey istəyirəm. Yəni, istəyirəm deyəndə, indi bir dəqiqə özüm yazacam bunlardan bir yerdə. Bunun üçün nə aramaq lazımdır? Tailwind'i qoşmuşuq deyə elə girib internetdən Tailwind table yazsaq. Tailwind'də çalan hazır table'lar var, Tailwind'də yazılmış. React üçün. Elə bu böyük bir ehtimal yaxşıdır, qəşəng də görünür. Amma bu daha qəşəng görünür, ancaq bunu götürək. Baxın uşaqlar, bu mənim bir table'ımdır deyə bu səhifəmdə, hanı mənim səhifəm? Bu isə bir header'dır, bu isə bir table'dır, buradakı ayrı bir şeydir. Bu table'ın ayrı bir komponent olmalıdır ardından. Məsələn, yazıram burayla components içində table.jsx. Bunun üçün o table ataq. Təbii ki, düzəlişlərini eləməliyik, çünki düzgün işləməyəcək. App'in içində hələlik elə bu table'ı çağıraq. Səhifəyə baxsaq, gözlük ki, bu formada bunu gətirdi, bura yerləşdirdi. Belə olmalı deyil, bu təbii ki, bir dənə main'in içində olsa, bu burada olsa, class name, container versək. Yəni, burada bizim header komponentimiz də olsun. Header'dakı elə girib mambadan uğurlayacağım. Bunu qoyduq bura. Hələ ki, bu qədər olan hissəsi bizim üçün kafidir. Padding top 100 piksel. Elgəydən sonra normal bir padding top 40 piksel. Belə. Bu table'ın içərisində datalar gəlməlidir. Bu dataların da gəlməsi üçün məndə burada şey var. Link var, backend'in linki var. Backend'in linkini də ki, buradan götürəcəm. Yəni, keçən səfər götürdüyüm kimi buradan uğurlayacağım və buradan. Mock API ilə yazılmış bir dənə linkdir. İndi sizə məntiqli olaraq mən bu API ilə məlumatları çəkib gətirəcəmsə, o sadəcə table'ın içində istifadə olunacaqsa, mən onu burada çəkib props kimi ötürməyə məntiqlidir, yoxsa birbaşa table komponentin içində işlətməyə məntiqlidir? Props kimi? Əslində yox. Bəzi yerlərdə ola bilər. Ola bilər ki, məsələn, haçansa sənin o məlumatların həm header var, həm bu table var, həm footer var, fərqli yerə gedəcəksə, onlar məsələn bu əsas komponent eləyib ötürmək məntiqlidir. Amma bu vəziyyətdə bizdə məlumatlar sadəcə table'ın içində olacaq və table'ın içində işlənəcək deyə onu ötürmək biraz mənasızdır artıq. Ona görə tövsiyə edirəm ki, elə table komponentin özünün içərisində eləyək bunu. Yaxşı? Axios'dan istifadə etmək istəyirəmsə, nə varmalıydım uşaqlar? Yükləməliyik. Bəli. Necə yükləyəcəm deyim? NPM Axios. Bəli. Evet, utils faylı falan yaratmam, servis faylı falan yaratmam, birbaşa bunun içində yazam. Çünki bir dənə şeyimiz olacaq onsuz da. Use effect. Belə. Dınk. Belə. Bunun içində nə qarmalıyıq? Biz bu dəqiqə Axios'la hansını yazırdıq? Nöqtə nə yazırdıq? Aynen, dərsə edirəm axı. Nə imkan vermirsən? Başqa hansılar vardı? Nöqtə nələri vardı burada? Getdən əlavə, kratda. Dərs şeylə. Push. Bağlayıram indi. Push yox. Create. Create də yox idi. Maşallah, hamısının adını belə səhv deyirsən. Nələr var idi?
Ay Leyla, neler var idi? Elate var idi. Ben bilmem ne sual vermişsizsə. Eşitmədim. Deyirəm ki, krad əməliyyatlarının hansıları var idi? Necə gülürsən oradan? Sən də görüm nə var idi? Create, update, delete. Hay Allah, Allah. Put, O create'in post, adı neydi? Metodun adı neydi metodun? Get. Yox, hep put. get idi. Metodun. Post. Hə. Create, update. Update'in adı neydi? Change. Ay Allah, change nədir? Put. Maşallah, hamısından nə qəşəng yadında qalıb. Maşallah. Məlumatımız gəldi bizə burada. Məlumatı nə qarmayıq biz burada? Loqa verəyə görə elə bu nədir? Məlumat. Yaxşı deyirəm, dərs keçməyimizin üstündən bir ay falan keçməyib. Yoxsa saçım undardınız. Deyərdiniz o nədir? O nə olan şeydir? Konsola baxıram, görürəm ki, bu mənə bir dənə obyekt qaytarıb. Obyektin içində nə var? Nöqtə data. Buraya bu formada qaydırdı bizə. Hə, uşaqlar? Hə, ay Firuz, niyə bu formada qaydırdı? Mənim çünki şeydir bu arraydir. Onun da içində obyektin içində arraylər var. Bəli, düzdür. Axios da bizə bunu avtomatik JSON formatına çevirdi, amma onun nöqtə data da qaytarırdı bizə. Axios'un özəlliyi bu idi. Ya mən bunu buraya sala bildiyim kimi eyni qayda mən gəlib konsolda const data virgül set data da yaza bilərəm. Use statement içinə basarım elə bunu. Yazam bura set data elə o konsolluğa verdiyimə bərabər olsun. Sonra istəyirəm ki, bəs bu gələn vaxtda geçsin avtomatik buranı işləsin. Mənfiyi mənə çıxartsın. Onun üçün baxıram, bu mənim bu tehdlərimdir. Bizi sənə mən bu qapını ölçəm. Çox tanrılıyır. Ha. Bunun içində baxın bu tehdlərimdir. Tehdlər mənim nələrim idi? Başlıqlarım idi table'larımda. Bizə başlıqlar nədir? Başlıqlar bunlardır. Başlıqları götürəm elə buradan. Oyla buraya yavaş-yavaş yapıştıra gedirəm. Şəkil. Sonrasında gəlir başlıq. Sonra bu məlumat. Sonra tarix. Baxış sayı. Populyarlıq. Sil. Və edit. Bunlardır. Bu başlıqlar altında birləşirdi. Baxaq bura. Hə, bu başlıqlar altında birləşirdi. Altındakı table'larda buna uyğun olmalıydı. Ona görə gələn buradan təxmini bir formasını hazırlayıram. Burada bir dənə imicimiz görünəcək bizim. Bu imicimizin görməsi üçün nə olmalıdır ardından? Image tagi olmalıdır. İçərisinə hansısa bir dənə link gəlməlidir. Tutalım ki, biz hələ ki bunu götürək. Qoyaq bura. Dalıyca belə bir şey gəlir, məlumat. Dalıyca yenə bir məlumat gəlir. Dalıyca tarix gəlir. Kiçik bir şey məsəl üçün. 2025. Dalıyca baxış sayı gəlir. Görürəm ki, yoxdan görə artırıram bura. Sonra populyarlıq gəlir. Populyarlıq, sonra sil və edit işarələri gəlir. Haqqın Allah. Bu sil və edit işarələri mən bura qoymaq istəsəm nəyi qoşmalıyam bura? React icon. React icon. Bəli, React icon-u. Necə yüklürdük React icon-u? NPM mi?
Bilirəm, npm-dən adı nə idi? Nə npm yazırdıq? i react icons. Bəli. Yazaq onda. Bu arada mənim səsim yaxşı gəlir. Mənim kompüterimin mikrofonu normalda biraz zəifdir. Gəlir, gəlir. Yaxşı gəlir. Yüklədi. Yükləyəndən sonra elə gəlirdik. Buradan ağarırdıq. Komponent kimi çağırırdıq. Edit. Bu arada edit'i səhv yerə çağırdım. Edit olmalıydı burada. Edit burada olmalıydı. Burada da sil işarəsi olmalıydı. Trash. Yine bunları da buradan import edə bilirəm. Niyə? Çünki baxın, ikisi də eyni yerdən gəlir və bunların da adları belədir. Artıq əzbərləmişəm ona görə. Bilirəm belə adlarını. Gəlirəm görürəm ki, bu birincini bu formada yaratdı. Şəklimiz bu boyda olmalıdır. Yox, təbii ki. Ona görə gəlirik. Şey deyirik, buradan. Şəklin mənim haradadır. Buna class name veririk. Deyirəm ki, sənin vizin olacaq 50 piksel. Heightin olacaq 50 piksel. Baxaq. Bunu kifayət qədər kiçiltdi. Plus normalda tövsiyə olunan odur ki, bu şeylərimizə, kontentimizə uyğun verək bunları. Ona görə bu aşağıdakı TR-ləri buradan silirik. Bunu da silirik. Bunu da silirik. Bir dənə bu qalsın elədik. Bax, indi bir dəqiqə uyğunlaşdırdı. Geçək bir şey elədi. Mən bu datalarım əsasən gəlib yüklənməlidir də bunlar. Yüklənəcəksə mənim möplənin hissəm hansı olacaq? Təkrardan. Yaxşıqlar. TR. Bəli, TR-lər olacaq. Önce nə yazıram bura? Yazıram data.map. Itemdan girirəm. İçərisində ki, bu TR-lərimi yapışdırıram. Baxaq. Birinci səhifəmizə baxaq. Burada gətirdi və bunları çıxartdı. 20 dənə mənim o məhsulumu gətirdi, bunları çıxartdı. Səhifəmi refresh atsam prosta. Səhifəm error verəcək. Bu errorun səbəbi nədir? Mənə bir dənə baxın buradan deyin. Məplənməyibdi o data orada. Bəli, məplənməyib bəs. Səbəb Yəni yuxarı ona? qaldır, Baxın, deyəcəm. Nə? Yəni yuxarı qaldır, deyəcəm. Aha. Data. Data sual qoymaq lazımdır. Data sual qoysaq, işləyəcək. Amma ki, bunun daha da bir bomba bir yanı var. Bunun səbəbi siz nədir uşaqlar? Başlanğıcda mənim bu elementim burada nədir? Heç bir şey deyil deyə, nulldur deyə, avtomatik səhifəm yüklən kimi bu nullu məpləməyə çalışır. Niyə? Çünki bu fetch əməliyyatının nəticəsi biraz belə gec gələn bir nəticədir. Ona görə belə error çıxır. Əksər hallarda belə errorların olmaması üçün nə yazırlar? Əksər hallarda belə bir şey deyirlər. Gəlirlər buraya yazırlar ki, əgər data var isə bu prosesi elə. Bunu. Yoxdursa qoşun nöqtə. Elə həmin o table'ın TR-sin falan gəl götür buradan. Bunu. Qoyurlar bunu burada çox vaxtı. Amma içərisinə bu yazılar belə standart gəlmir. Refresh deyək. Bir dənəsi gəlir, avtomatik obsə yüklənir. İçərisində də bunun çox vaxtı gəlib bu işarədən qoyurlar. O, misal üçün, Mambanın içində var idi ya, loading. Unloading. Belə şeylərdən qoyurlar və yaxud da bundan qoyurlar. Elə biz bunu qoyaq. Elə bunun da içərisinə bunları qoyurlar. Yaxşı. Refresh deyək. Görürsünüz? Yüklənmə effekti gəlir. Davamında ondan sonra gəlir. Bu, ona qarşı alınan tədbirlərdən biridir.
Hətta yəni belə daha da bomba olardı ki, siz şey deyəsiniz. Bu elementi belə bu da burada TH-dan açılıb, TD ilə bağlanıb. Bu nə də şeydir? Sən TD-sən qaqa. Özü TD kimi apar. Baxaq. Hə, düzgün işləyir. Daha da bombalar ki, bu arada bunların hamısı TD elementlərdir deyə. Neçə dənədir bu TD elementi? 1, 2, 3, 4, 5, 6 dənə. Və burada hamısını belə dənə-dənə əllə təkrar yazmamaq üçün daha da əla olardı ki, bunu gələsiniz, seçəsiniz, buraları bu təkrarlanan hissələri. Bunu buradan belə götürəsiniz. Yazıda gəlsə, mən sizə, misal üçün, 6 dənə ekrana şey çıxartmağa baş salmışdım. Necə yazdıq ona? Bu array Array. mötərizə 6. 6'ya da doğrusu. Nöqtə 6. fil, Nokta fiil. mötərizə string, Boşluq. map. Belə yazsaq, hə, indi daha da qısalmış versiyası keçdi bu. Shift Alt F. Bu da onun daha belə qısalmış versiyası, hətta daha qəşəng versiyasıdır. Baxaq. Ne görürsünüz? Artıq eyni məntiqi yerinə yetirir. Zor. Onda buraları bağlayırıq. İndi biz keçək bunun içərisindən gələnləri çıxartmağa. Datanın bir dənə linkini buraya yapışdırıram. Görürük. Datanın linki. İnşallah tapsam. Tapamadım. Ya bir de burada görən bunun içərisində nə var imiş? Title, ondan sonra image, view, description. Title'ımı yazıram. Yana burada. Buradadır, bəli. Məsələn, bunun içərisinə gələcək item.title. Sonra nə gələcək? Deməli, başlıq, eyni tons. Başlıq, sonra ümumi məlumat, yəni description. Sonra view var, image var, ardından bu image gəlməlidir. Date var. Bizdən içərimizdə bu date ümumi məlumatdan sonra date gəlir. Item.view. Bir dənə də gəlir is popular. Baxın uşaqlar, is popular mənə necə gəlir? True, false, true, false. Belə gəlir. Yəni bu boolean kimi gəlir. Amma səhifəmdə gör necə görünür. Popular, no popular, popular, no popular. Mən bu necə yaza bilərəm? Ay uşaqlar, nə oldunuz? Heç birinizin bir fikri yoxdur. Tamam, buranı seçirəm. Deyirəm item nöqtə is popular. Ya da hiç bilmirəm, is popular, bilmirəm. İngiliscə mi yazıb, Azərbaycanca mı yazıb? Hə, İngiliscə yazılmış. Is popular. Əgər true'dursa, yazsın ki, populyar xəbər. Populyar. Əks halda yazsın ki, populyar deyil. Yaxşı? Eləyə bilərəm də belə bir şey. Baxıram bura səhifəmə. Görürəm ki, həqiqətdə bunu çıxartdı. Is popular falan. Hətta scroll da çıxartdı bu da. Zor. Silmə düyməsi də falan var gəldi. Amma fikir versə mənim bu kontentim çox böyükdür deyə və bu kontentimə də uyğun bunu götürüb şey eləyir deyə, uzadır deyə, sən və plus bunun üstündə PTG falan da qoyub. Biz bunların qarşısını almalıyıq hər şeydən qabaq. Ardından bu enlənmənin qarşısını almalıyıq. Buna görə bu ümumi məlumatlar istəsə mən biraz bir ölçü verməliyəm. Hamısına biraz ölçü verməliyəm ümumiyyətlə. Gələm bura deyirəm ki, class name. Deyirəm sənin vizin olacaq. Nə qədər? 70 piksel.
class name. Title'ın vize olacaq. Elə nə qədər? 10%. Bunun vize olacaq. 30%. Bu klasslar niye saxlamışsın orada? Müzəyyən klassları. Hə, bu klasslar çox məntiqli bir şey deyirsən. Çünki mən onları görmürəm bayaqdan. Ona görə saxlayıram onları. Sən demiş, o klasslar varsa orada mən niyə bunları şey deyirəm, belə eləyirəm. Ədəyə qurban olum, aman eləyir. Orada nə vardı ne? Orayı seçtim. Axırda buraxdı elementləri. Biz olsun misal üçün 10%. Bu olacaq, title olacaq misal üçün bir 10%. Description olacaq 30%. 40, 50, 60, 70. Bunu elə bir 50%. Belə baxaq. Səhifəmizi baxırıq, görürük ki, hə, gətirdi bunu bura qoydu. Prosta ki, yenə də bunun zibili var. Çünki content çox uzun olur. Ona görə bu description həm də maksimum viz veririk ki, 300 pikseldən artıq olma. Artıq scroll falan heç bir şey çıxartmır. Bir də ki, bunun height'ları var. Bəzilərin height'ları çox uzundur deyə çox uzun gəlir bura. Bu prosesin qarşısını biz əslində şeylə ala bilərik. Elə JavaScript-in özü ilə ala bilərik. Yazarım ben nöqtə, slice. Mətni kəsmək istəyirəm. Sadəcə ilk məsəl üçün 200 simvolunun görünməyini istəyirəmsə, nə yaza bilərəm? 0,0200. 0200. Baxaq, hə, bunları da gətirdi bura qədər, kəsdi, yığdı bunun içərisinə. Yox, belə eləmək istəmirsə, istəyirsə hamısı görünsün. Gəlib bunun içərisinə bir dənə max height verərik. 200 piksel. Baxaq, bir dənə də overflow. Nə oldu, heç nə olmadıq. Maksimum height 200 piksel. Yox, elə slice-la edilmiş, script edilmiş. Yaxşı. Nöqtə slice. 200. Bu arada bu kontentlərin belə görünməsi var ha. Strong tagging falan arasında da prosta düzgün işləmir falan filan. Bunun belə görünməsi biraz zibil bir haldır. Çünki əgər backend bizə buradakı kimi kontenti şeylə qaytarırsa, PTG ilə qaytarırsa, bunun üçün React-da belə bir şey var. React inner HTML component. Bunun üçün belə bir dənə property var tagin içərisinə əlavə elədiyimiz. Baxın burada. Bu nə deyək? Yox, heç burada da yoxdur. Nəysə, gözləyin qoy öz yazdığımdan göstərim. Çünki W School'da tapanmadım. Əslində chatdan sonra chatda deyək. Prosta buradan kakrizələ baxıram da. Elmir hələ indi qatılmaq istəyir. Elmir qəbul olunmur. Uşaqlar, mənim səsim gəlir sizə? Gəlir. Bu Elmir niyə qəbul olunmur? Burada görsənir. Buradayım Eymen. Görsənir. Elə lap yaxşı. Hay Elmir. Baxın, mən bunu axtarırdım bayaqdan. Belə bir şey var. Belə bir dənə qəşəng bir tema var. Bunu seçirik. Bu elementin divin içərisinə birbaşa kontenti inner HTML-dən yazmaq işinə yarayır. Yaxşı. Gələ bunu da özümüzə tətbiq edək.
Bax, burada bunun içərisinə yapışdırıram bunu. Bu item description-ı bunun içine hələlik şərhə atıram. Bax, belə bir şeydir. Dangerous NamL set inner HTML. Altdan xət HTML gəlir bunun içərisinə. Bu da gedir, öz içərisinə qiymət alır. Qiymət olaraq bizim bu item.description-ımızı alacaq. Yaxşımı? Belə. Bu bilavasitə şeyin içərisinə React elementlərinin inner HTML-i nəsə yazmaq üçün istifadə olunan bir şeydir. Etik bir hərəkət demək, əslində çox da etik bir hərəkət deyil. Sadəcə sırf inner HTML görünüşünü əldə etmək istəyirsinizsə, məcburdur onu eləmək. Çünki əks halda bax p tagi falan, bax məsələn bu strong tagi belə görünmürdü. Burada p tagləri falan görünürdü, yadınıza gəlirsə. Yəni bayaq fikir verdinizsə. Ona görə tam da yaxşı görünmür deyə məcbur biz bunu bəzən belə eləməliyik. Məsələn bu Leyla Əliyevanın adı burada bayaq strong taglərin arasında görünürdü. Bunu açsaq, bunu silsək. Hocam necə görünür? Belə. Belə bir şey görünür. Ona görə elə bu da burada qalsa, məncə qəşəng olar. Hətta slice 200 də yazaq. Buna görə necə işləyəcək. Bu da var, belə işlədir. Əla. Bura qədər olan hissələr onsuz asan hissələr idi. Mənə indi nə lazımdır? Mənə lazımdır ki, mən bu datadakı array'imi götürmüşəm. Bu array'i götürəndən sonra burada silməyə basan vaxtı mənə ekrana bir dənə pop-up çıxartsın. Desin ki, sən silməyi təsdiqləmək istəyirsən. O necə eləyəcək? Onun üçün nağdından mənim silmək üçün bir pop-up'ım olacaq da. Pop-up'ım olacaqsa mən elə gəlim bunu. İki variant var. Ya elementin belə ən alt tərəfində gəlirəm. Bax burada divimi açıram. Deyirəm bunun içərisinə misal üçün bir dənə div açıram, içərisinə class name verirəm. Təxmini görünüş pop-up'dakı bu formada olacaq. Bu formada. Ops. Belə bir şey istəyirəm. Silə basanda bunun yazılmasını istəyirəm. Bunun üçün nə varıq? İki variant var. Ya mən bu komponenti bura gətirib belə şey eləyə bilərəm, çağıra bilərəm, işlədə bilərəm. Prosta ki, silmədi, edit eləmədi, bunlar falan hamısı eyni yerdə olacaq deyə mən əksəraları tövsiyə edirəm ki, bu komponentin çoxuna çıxasınız. Burada bir dənə function yazasınız. Adın qoysun misal üçün delete pop-up. Fikir versə mən bunu export heç bir şey eləmirəm burada hələ ki. Delete pop-up'ımdır. İçərisinə return yazalım, normal React elementi kimi. Girəm içərisinə. Divimi açıram. Bu nağdından baxaq bunun içərisinə. Görürük ki, belə şey olmalıdır da. Buraları falan boz olmalıdır. Ortasında ağır bir şey olmalıdır. Onca class name-ə nə yazırıq? Fixed. Tam ekran tutur deyə. Inset 0. Ondan sonra BC'si hələ ki olsun. Black, sonra oradan azaldaq. Opacity'sin. Ops, azaldanmadı. Inset neydi yazdınız ora? Gözlə başlayacağım. Mən bunu hər səfərdə başlayanda sən məndən sorsan ki, inset nə idi? Ay, elə var. Inset 0 nə idi? Right 0, left 0, bottom 0, bir dənə də ki şey. Top 0. Hər tərəfdən 0. Yəni hər tərəfə dart bunu. Full ekran tut deməkdir inset 0. Yaxşı? Yaxşı? Okey, başa düşdüm. Əla. Baxa görə nə olur? Baxıram səhifəmə. Görürəm ki, heç bir şey olmayıb səhifəmə. Niyə? Çünki mən bu delete pop-up'um bu dəqiqə fərqli bir yerdədir və heç cürə istifadə olunmayıb. Həmən misal üçün bunu deyirəm ki, səhifəmdə istifadə eləmək istəyirəm. Onda nə qarıram? Gələm burada bir dənə bunu açıram, yazıram. Burada bunu desin bazı yazmışam. Yoya çevirirəm. Yazıram bura nə? Delete pop-up. Baxın, səhifə içində ikinci bir şey yaradıb eksport eləmədim bu səhifədən. Səhifə içində bunu yazdım. Hansı ki kodumu daha səliqəli hala gətirsin deyə. Qarma-qarışıq yaratmasın deyə. Amma indi bunu burada çağırdım komponent kimi. Baxa görə necə işləyir? Görürsünüz, gətirdi buranı bozartdı. Bunun ortasında bir dənə div olmalıdır. Bu divin CSS özelliklərinin hamısını gələcəm bayla buradan da fitəcəm. Yəni, məncə bir problem yoxdur. Seçirik. Kopya element edirik. Yapışdırırıq bura.
Görürük ki, maşallah olsun, o qədər kobud bir formada şeylər ki, gətirdi bunu bizə verdi ki. Dırırım, bunu sal aşağıya. Bunu sal aşağıya. Başka ne kaldı? Bunu sal aşağıya. SVG'ni sal aşağıya. Div sal aşağıya. Məhsulu silmək istəyirsinizmi? PTG sal aşağıya. Bu silmə düyməsidir, bu butonlarıdır. Bunu belə yazmaqdansa əlinlə yazsaydım daha abır olmuşdu indi. Shift Alt F. Bəli. Nə qardıq? Bir dənə fixed elementimizin içərisinə gətirdiyi şey qoyduq. Ağ rəngli bir dənə element qoyduq. Onun içində nə var? Onun içində bir dənə iconumuz var. Bir dənə də alt tərəfində şey var. Məhsulu silmək istəyirsinizmi? Altında içində düymələrimiz var, butonlarımız var. Bu butonlar nə işə yarayır? Bax, bu işə yarayır ki, bəli, xeyr. Yəni, deyir, bu məhsulu get buradan sil və yaxud da ki, silmə. Bax, biz də öz səhifəmizə refresh deyirik. Görürük, bizə style error verib. Çünki burada mən gördüm, bəli, style var idi. Bax, bunu silsəm, düzələcək. Görürük ki, belə bir şey gətirir. Belə bozuntul bir rəngdə bir şey gətirir. Bəliyə və yaxud da xeyrə basa bilirəm mən burada. Prosta mənim bu pop-up'ım hansı vəziyyətdə açılmalıdır? Hə? Normalda bu necə olmalı? Normalda bu başlanğıcda burada tutalım ki. Hidden olmalıdır. Haçan ki, mən bunun üzərine klikləyəcəm. Bu o zaman gəlib şey deyə bilməlidir onu. Aça bilməlidir onu. Bu arada bunun içərisinə rəngi bunlar hara veriblər ala? Center item BG. Absolute hidden BG white left 30%. Bu arada bunlar rəng verməyiblərmiş. 000. Biz özümüz rəng verək. Belə. Uşaqlar, bu hansı vəziyyətdə açılmalıdır? Bu başlanğıcı dediyim kimi olmalıdır burada hidden. Hidden. Haçan ki, mən bu düyməmi klikləyəcəm, o zaman açıla bilməlidir. Bax, mənim bu funksiyam. Bunu necə tənzimləyəcək? İndi hoqqalan mövzu elə odur. Gəlin bax buradan. Nə deyirəm? Deyirəm ki, mənim bir dənə şeyim olmalıdır. Funksiyam olmalıdır. Hansı ki, o götürüb bir dənə state'im olmalıdır. Hansı ki, onu mən true və yaxud da false-na görə yoxlaya bilməliyəm. Bu açılsın və yaxud da açılmasın. Nə varam? Buraya yazıram const. Misal üçün del pop-up. Del pop yazıram elə. Virgül set del pop. Use state. Başlanğıcı necə olmalıdır bu? False. Mən haçan ki, bu table'ın içində edit işarəsi var ha. Bu edit işarəsini klikləsəm, bax burada, buna. Haçan ki, mən buna 10 klik eləsəm, o zaman nə baş verməli? Getməlidir set del popumu nida əvəz eləməlidir. Yəni, true-dursa false, false-dursa true eləsin. Basanda buna işləyəcək. Prosta basan vaxtı bu işləyəcək, amma ki, bu bir komponent kimidir. Mən bunun true'luğun və yaxud da ki, false-luğunu necə idarə edə bilərəm burada? Argument nə? Nə ilə? Argument nə? Bəli, argumentlə. İçərisinə də göndərə bilərəm mən bunun. Gələn buraya yazıram ki, sənin içəvə deyirəm, misal üçün gedəcək open parametri. Qiyməti nə olacaq? Del pop. Gələn buradan da bunu tuturam. Open. Təbii ki, bu formada. Bunu da belə seçə bilərik. Gələrik buradan seçərik bunu.
Yəni bu backtick versiyasını çevirərik. Gəlib buraya yazaram ki, əgər open true'dursa, o zaman heç bir şey olmasın. Əks halda olsun nə? Hidden. Baxıram, açdı. Sən refreshləyək səhifəmizə. Heç bir şey olmadı. Bacaq bu düyməyə basıram, açdı. Haçan ki, mən burada bu qıraq tərəflərə bassam və yaxud da ki, burada bu xeyrə bassam, bu bağlanmalıdır, eləmi? Necə eləyəcək onu? Gələn, bax, burada həm xeyrə basanda, mənim xeyr düyməm, bax, budur. İkinci düyməmdir. Haçan ki, mən buna 10 klik eləyirəm. O zaman nə baş verməlidir? Getməlidir, nə qarmalıdır? Set open funksiyam var ha, mənim. Set del open. Onu cevap bura göndərim. Set del pop-up'ımı göndərim bura. Bunu da içərisine bir dənə yazıram ki, burada. Dınq dınq. Get nə qarsən, bayaq yazdığımız kimi. Nida open'a bərabər elə. Yaxşı. Yəni true'sa false elə, false true. Basaq buna. Bağladı. Basaq buna, açdı. Basaq buna, bağladı. Bir də belə bir şey var ki, mən bu boş hissəyə basamlar bağlanmalıdır. Bunu necə yazırdıq yadınıza gəlirsə əgər? Hə, uşaqlar. Hatırlamıram. Hatırlamırsan, eyb yox. Gəldik yazacaqsa, bu əsas elementdə də gəlir biz burada yazırdıq ki, on click. On click eləyəndə deyirdim ki, sən nə var? Get mənim bu set del pop-up'ımı nida open'dan əvəz elə. Yaxşı. Baxaq indi. Bura basıram, bağlayır. Basıram, açır. Basıram, bağlayır. Basıram. Gəl bu ağ hissəyə də basıram, yenə bağlayır. Niyə? Çünki baxın, burada bu on click hansına yazılıb? Bu divə yazılıb. Bu contentimizin da hamısı o divin içində daxil. Avtomatik onu görürdü. Onun üçün gəlib belə bir şey yazırdıq bunun içərisinə. On click. Belə, belə, belə. Gəlib burada yazdıq event. Event nöqtə stop propagation. Bunu yazırıq. Bu deməkdir ki, yəni mənə klikləyən vaxtı mən özümdən yuxarıki əmrləri yerinə yetirməyəcəm. İndi buna bastım, buralara basanda işləmir. Buna basanda işləyir amma. Yaxşı uşaqlar. Plus, mən bu silmə əməliyyatını eləyirəmsə əgər, silmə əməliyyatını eləyə bilirəmsə əgər, mən silinən vaxtı nə qarmalıydım? Bir şeyə görə filtrizasiya eləməliydim. Bir ID-yə görə silməliydim də bunu. Onda belə çıxır ki, mən bu ID-ni də tutub harasa göndərməliyəm. Onda mən gəlim, ID-ni başqa bir props kimi, bir parametr kimi göndərəcək axı. Gəlin belə bir şey yaradım burada. Deyim ki, const məndə bir dənə ID olacaq. Virgül set ID olacaq. Bu bərabər olacaq nəyə? Use state-ə. ID-nin başlanğıc qiyməti null olsa yaxşıdır. Yəni başlanğıcda bir qiyməti olmasa yaxşıdır. Çünki mən bilə bilmərəm, mənim bu 0 zad yazsam, bəlkə elə başlanğıcda hansısa bir parametrin qiyməti buna bərabərdir. Bunu mən bilə bilmərəm axı. Ona görə mən nə qarmalıyam burada? Gələcəm, bir dənə belə bir şey yazacağım. Gələcəm ki, mən haçan ki bu elementimi tıklayıram. Mən buna klikləyən vaxtı bu item elementinin maşın niyə bu cünə qalıb? Bu item elementinin ID də var da bunun içində. Baxın. Onda elə gəlib, ardından buna class name verir, deyirik ki, object fit cover. Baxaq. Şəkillərimiz biraz özünü yığdı. Haçan ki buna klikləyirəm. Görürəm, klikləyən vaxt nə yazılır burada? Set del pop-up'ı dəyişdirir. Eyni qaydayla mən buna həm də belə yaza bilərəm. Deyə bilərəm ki, sən həm o set deli dəyişdir, həm də gəl aşağıda set ID-yə nəyə yazmalıyım sərsən sizə? Item.id. Bəli. Sən kim idin prosa? Mən səni tanımadım. Nigar. Nigar. Əla. Baxırıq, görürük ki, item.id yazdım. İndi lap yaşayır. Lap əla.
Ay yaxşı, mən bunu eləyəndən sonra gəlib bu biri tərəfdə bu silinən elementim var ha. Bunun içində də silmə funksiyası falan işləməlidir. İndi iki variant var. Ya silmə funksiyasını burada yazarsınız avtomatik, ora parametr kimi göndərərsiniz. Ya da gelib birbaşa onun içərisində yazarsınız. Hansını eləyim mən? Öncə nə burada yazım, ora props kimi göndərək. Yazıram bura nə? Set function delete element. Nə deməliyəm mən bunun içərisində uşaqlar? Deməliyəm ki, if əgər mənim ID-im varsa, yəni fərqli bərabərdirsə nulldan. Yaxşı, çünki null olsa mən bu filtrizasiya eləyə bilmərəm axı. Gəl hələlik sən loqa sadəcə mən bu ID-mi ver, görə elə bu ID nədir? Delete elementi burada yarattımsa, yenə props kimi nə qara bilərəm? Bax, buradan buna göndərə bilərəm. Nəyin üzərinə klikləyən vaxtı bu işləməlidir? Bax, buna klikləyəndə yox ha, buna klikləyən vaxtı işləməlidir. Onda mən bu düyməmi tapmalıyım da, bax, bəli düyməm mənim budur. Baxaq, bax, budur. Nə yazmalıyam onda buna? On change. Yoxsa da deyin də bir hay verin də. Nə? On click. Hə, on click. İçərisində bu delete eləmi göndərirəm. Baxaq bir dənə görə işləyirmi? Konsolumuzda açaq. Basırıq buna. Baxa bilmirik. Sildik. Basırıq buna, deyir 1. Məsələn, keçirəm bu elementi silməyə çalışıram. Basıram buna, deyir, ops, səhv bastım. Deyir 2. O da, mən niyə qoymuşam bu prevent default'u? Nəyə qurban olum? Hə, basıram buna misal üçün, deyir ki 4. Onda mən buna görə bir silmə əməliyyatı eləyə bilərəm. Biz silmə əməliyyatının iki variantını öyrənmişdik normal vanilla JavaScript-də. Nə tər silirdik? Hə? Filtre eləyirdik. Aha, necə yazsam? İndi bir əməliyyatda görürüm. Const, yeni, R, bərabər nədir? Nə dərin fikirləşsin ay şey? Data.filter Data.filter. mötərizə. Aha. Nə yazdım sonra? Item Aha. oxlu mötərizə. Aha. Item.id bərabər deyilsə ID-yə, belə bir şey. Bəli, fərqli bərabərsə ID-yə. Hansı ID-in? Bax, mən burada state-in içərisinə yazdığım ID-yə. Yaxşı uşaqlar. Loqa gələk bunu verək. Və bu bizə nə qaytarır? Yeni R. Məsələn, buna basım. 19 dənə element qaytardı. Hansı ki, bu 19 dənə elementin içində, baxın, bu şey xətası yoxdur. Uzayda zəncirvari qəza var burada, amma ki, onun altındakı xəbər silib, fikir verirsinizsə artıq. Bəliyə basan vaxtı avtomatik silir onun içərisindən. Həmin ID-li elementi gedib silir. Bunu siləndən sonra mən qayıdıb deyə bilərəm, onda sən götür mənim set datamı yeni array'imə bərabər elə. Çünki onsuz bu mənə yeni bir dənə array qaytardı, bayaq fikir verdinizsə. Köhnələri silinmiş yeni array qaytarır. Mən də bunu buradan götürüb set datanın içərisinə qoysam, set datanın o yüz effektdən gələn şeylərin hamısı silinəcək. Onun yerinə mənim bu yeni array'im gələcək. Və tövsiyə edərdim ki, yüz effekti state-dən sonra yuxarıya qoyun. Baxaq indi bir dənə. Bunu açaq. Baxın, 20 dənə mənim burada məhsulum var. Bir sənə üzrü sayın. Hə, qayıtdım geri.
Əgər ki, mən bunu silsəm, götürüb nə qalacaq? Yeni ərrəyimi ona bərabər eləyəcək. Baxaq ona görə səhifəmizə. Gəlin buna basıram. Bu ucarda zəncir var, nəsə bir şey. Bastım buna. Bəliyə bastım, getdi. Amma bəliyə bastım, prosta bu burada qaldı. İndi bir dəqiqə mən baxıram bura. Görürəm ki, hə, gedib. Buna bassam, artıq heç bir şey olmur. Gərək indi xeyrə basam. Ona görə nə olmalı idi əslində? Məhsul silinəndən sonra həm də nə baş verməli idi? Getməli idi bax mənim şeyimə. Set del topum var ha. Onu false eləməli idi. Niyə? Çünki bağlansın deyə. Bir də bundan sonra bir ID-mi mən loqa verim, görüm hələ nə olur. Basaq buna. Bəliyə bastıq, sildi və bağladı. Amma konsolda da açsam, bir şey versə mənim ID-im hələ də burada qaldı. Mən məhsul siləndən sonra onun ID-si məndə qalması düzgündür sizcə? Təbii ki, düzgün deyil. Ona görə gəlib nə yazırıq? Gəlib yazırıq ki, sən get mənim nə var, həm də set ID-mi null qiymətini geri qaytar. Yaxşı? Bu da belə. Bu artıq şeydir. Bu ikisi artıq sıfırlama əməliyyatlarında necə deyərlər, həm pop-up'ımı bağlayır, həm də ki ID-mi silir. Niyə? Çünki artıq mən elementi silmişəmsə, ondan sonra onun Bir ID-si defekti orada niyə data yazmadıq array'in içindəki, yəni data dəyişəndə işləsin. Təzədən gəl. Bura, ona ehtiyac yoxdur axı. Backend'də sorğu atmaya ehtiyac yoxdur axı. Bu data məndədir. Onsuz da mən bunu istədiyim kimi silə bilərəm. Mən əlimdəki array filtrizasiya edirəm bu dəqiqə. Backend'lə bir işim yoxdur. Silmə. Data. Hə, İşte qarşılıyordu adlarda. Yox. Bax, belə deyim də sənə. Bu yüz effektim var ha. Bu başlanğıcda mənim data elementimi götürüb doldurmaq üçün, backenddən çağırıb gətirmək üçün istifadə olunur. Hatta ki, mən məhsulu silirəm. Mən məhsulu hələ ki, backenddən silmirəm ha. Mən məhsulu sadəcə özümdən silirəm. Yaxşı? Özümdən haçan ki, silirəm bu məhsulu, o zaman şeydir. Deyirəm ki, sən bu arraydən bunu sil, belə. Amma fikir versəz, məsələn, sənin dediyin o problem bu dəqiqə var. Mən səhifəyə refresh atsam, o bayaq sildiyim xəbərlər geri qayıdacaq. Niyə? Çünki mən realistik olaraq bunları backenddən silmirəm. Yaxşı? Hətta gəlin elə baş qarışıqlıq olmasın deyə. Sənin elə başın qarışmasın deyə, bax, burada biz səninlə qarışıq. Biz burada loqa datanı verəcəyik. Onu statik saxlayacaq. Bax, yüz effektdə də artıq istifadə edirəm. Bax, bunun içərisində statik saxlayıram. Gördün? Qoydum bunun içərisinə. Belə qoymayaq. Bu qalsın burada. Bunu da bunun qiyməti olaraq təyin edirəm. Yaxşı, bax, statik saxlayıram. Daha backenddən heç bir şey eləmirəm. Refresh deyək. Görsənsə, belə şey verir. Bu error class errordur. Bu errorun həllini öyrətmişdim sizə. Deyirdim ki, class yazılanları bərabərlə belə yazırdınız. Altdan düşüb yazırdınız. Class name bərabər. Buna basırdınız. Bu error gedirdi. Refresh də bu arada səhifəni. Ondan sonra key problemi var. Key iki dənə yerdə, bir dənə mapdə var deyə bu key. Gəlin bura bir dənə də yazıram ki, sənə key gələcək. Item.id. Bir dənə də ki, problem haradaydı? Bax, bu belə elementlər var, SVG-nin falan içərisində olan elementlər. Bunlar da React-da özün belə normalini aparmır deyə bunları həmişə camel case versiyasına keçirdim. Sonra nə qaldı? Viz. Bu qalıbmış. Refresh'dən. Artıq hamısı getdi. Yeni silməyə basaq. Bunu sildim. Siləmədim. Sildim. Bəli. Sildim. Bəli. İndi bir dənə də bunun içərisinə xəbər əlavə edək. Ondan sonra narahat olmayın. Sizi çox tutmayacağım. Xəbər əlavə etmək üçün də bizə nə lazımdır? Bizə kiçik bir dənə belə form lazımdır ki, hansı ki, buradakı bu xəbər əlavə et düyməsi var ha. Bunun kimi belə açılsın. Sizə o xəbər əlavə et də necə yazacaq?
götürəcək təbii ki, burada aşağıda misal üçün function add news yazacaq. Bunun içərisində return qoyacaq, belə yazacaq. Təbii ki, niyə? Təbii ki, bunu əllə yazmayacağım CSS-in. Gedəcəm yenə buradan uğurlayacağım. Ayda. Yox. Uğurlayamayacağım. Buradan da uğurlasam düzgün olmayacaq. Maraqlıdır. Nəsə, gəlin elə əllə yazaq. Yenə bir dənə div açıram. Bundakı kimi. Hətta demək olar paşda eyni element. Təbii ki, bu 10 kliki buradan rədd edirəm. Open'ı qala bilər. Bunun da içərisində bir open gələcək. Bunu buradan rədd edirəm. Bunu da buradan rədd edirəm. Girəm bir dənə burada alt tərəfdə. Bu add news'um var ha. Bunun içərisində deyirəm ki, sənin divin bu qədər balaca olmayacaq. Məhsul. Əlavə etmək. İçərisində də butonlar əvəzinə inputlar olacaq. Inputlardakı elə buradan girək uğurlayaq. Yox, buranın inputları qəşəng deyil. Maşallah, bunların da class name'lərine bax. Keçirik bura. Bu elementimin səhifəmdə görünməsi üçün mən nə yazmalıyam? Add news'u gəlib bax yenə səhifəmin ən altında çağırmalıyam. Niyə ən altında çağıram? Bunları əslində başqa yerə çağıra bilərəm? Hə, çağıra bilərəm. Sadəcə olaraq bu belə fixed elementlərdir, pop-uplardır. Həmişə belə komponent kimi yazılır və səhifənin ən altında çağırılır. Yaxşı. Buna da gələm yenə open parametr gələcək. Bunun open olacaq misal üçün edit pop-up. Yenə bu da başlanğıcda false-dur. Hasan ki, buna basacağım, hə, onda işləməlidir. Onun üçün nə yazmalıyam yenə bura? Bunun içərisində 10 klik yazmalıyam. Deməliyəm ki, mən haçan ki, sənə klikləyirəm. O zaman sən get mənim edit pop-up'ımı aç və eyni qayda ilə elə set ID-ni də burada eləyək. Çünki işimizə yarayacaq. Item.id. Yadınıza gəlirsə belə bir şey idi. Basıram buna. Nə görürsə bunu gətirdi, belə açdı. Inputlarım falan filan gəldi bura. Prosta burada bulan rənglər çox nisriyozludur. Ayda. Baxaq. Belə bir şey gətirdi, qoydu bura. Nəysə, görünür əsas odur. Demək, biz bunu əlavə eləyəcəksə, data strukturunu pozmamalıyıq da. Data strukturunu da pozmayacaqsa, onun üçün gəlirdik, nə varırdıq?
Bura bir dənə belə refresh atırdıq. Geri deyə elə backendin özünə baxırıq. Görə elə bu backend data strukturumuza necə qaytarır. Amma bizə nə istəyirmiş? Title istəyir, image istəyir, view istəyir, description istəyir, date, is popular və ID. Bunları necə göndərə bilərik? Yenə var, gəlin mən bu adları buradan kopyalayıram. Gəlin deyirəm ki, bəs qaqaş. Aşağıda. Əvvəl etibarıyla bunun içərisinə hələlik qoyub bunları. Baxaq bura. Title, dalayacağım. Image, title, image, view, description, date, is popular. Hə. Mənim birinci form və inputum olacaq, mənim title inputum. İkincisi olacaq image üçün input. Üçüncüsü olacaq view üçün. View üçün olan rəqəmdir deyə ancaq sizcə onun type nə olmalıdır, inputun type? Number. Yox, buradan anladım ki, demək yatmamışsınız. Baxırsınız dərsə. Sonra description olacaq. Description olanın tövsiyə olunan variantı o ki, description'ı biz şeylə yazaq. Text array ilə yazaq. Çünki çox şey gələcək də, içərisinə mətin gələcək. Gələn bura deyirəm ki, bəs qaqaş, sənə açan ki, yazam bura text area. Bunun içərisinə oldu bomba kimi. ID-si neyimi falan rədd olsun. Date'in type'ı nə olmalıdır be? Date var orada, date. Bayan date olmalıdır elə. Bir dənə də qaldı nə? Is popular. Sizcə is popular nə olmalıdır? Is popular backenddə bayaq göstərdim. Ya true olur, ya false olur. Mən onu necə edə bilərəm ki, bu true'dur mu, false'dur mu bilim. Bu check nə? Check nə? Bəli, check it now. Necə buraya yazmalıyam ki, bir dənə də olacaq. Populardır. Input. Checkbox. Baxa bir dənə alınan şeyə. Gəldim görürəm ki, burada belə bir şey gətirib qoyub bunu bura. Qalan hamısının background'u var. Bir dənə bu yetimin background'u yoxdur. Ona görə bunların background'ını zaten buradan götürürəm. Text araya da qoyuram. Gətirdə bunu da bura qoydum. Əla, onda mən bunun içərisinə əlavə edeyim yazıları, mən bir yerdə tutmalıyam. Bu yazıları götürə bilməliyəm. Hardansa necə götürəcəm? Baxın uşaqlar, belə çoxlu mənim inputum varsa bir yerdə, mən iki variantla şey eləyə bilərəm, işləyə bilərəm. Birincisi, mən bunların hər biri üçün bir dənə belə state yarada bilərəm. Yəni, eləmək olar. Prosta o qədər çox state ilə işləmək insanların kifayət qədər başını qarışdırır. Ona görə tövsiyə olan odur ki, gələsiniz elə burada, burada. Nerede? Burada. Yok burada. Evet, nerede olan? Orada. Qalsın bu burada. Onun üçün tövsiyə olunan odur ki, yəni əksər hallarda belə deyirlər. Deyirlər ki, gəlin, elə siz ən başda gəlib bax burada yuxarı hissədə bir dənə belə bir şey yaradın. Const initial initial yox. Hələ nəsə? Initial, nəsə. Initial object yaradın. Bu initial object'in qiyməti bilirsiniz nə olsun? Mənim bax buradakı bu backenddən gələn məlumatlarım var ha. Elə buna bənzəsin. O backend'ə göndərəcəyim məlumatlara bənzəsin. Amma başlanğıc qiymətləri təbii ki bunların öz parametrlərinin yəni boşluq olsun. Məsələn, image'in boş olsun. View'um default olaraq misal üçün 0 olsun. Yox da 1 olsun, fərqi yoxdur. 0 olsunlar. Məsələn, bu başlanğıc olaraq
Başlanğıc olaraq belə boşluq olsun. Date'in boşluğu olsun. Is popular true və yaxud da false ola bilər. Fərqi yoxdur. True. Başlanğıcda default olaraq false olsun. ID-yə də heç ehtiyac da yoxdur. Baxaq. Belə bir initial object yaratdım. Bu mənim başlanğıc qiymətim, yəni sıfırlanmış qiymətimdə fikir verirsinizsə. Demək olar ki, bütün inputlarımın ən belə başlanğıc qiyməti budur. Burada məsələn bir dənə state yazıram. Yazıram ki, const. Misal üçün nə yazaq bunun adını? Edit text set edit text. Sizə başlanğıc qiyməti nə olacaq bunun? New state initial Boş object. Ay, ünlü. Başa düşdük bura nə? Okey. Hə, uşaqlar. Bəli. Əla. İndi bəs mən bunun içinə məlumatları necə yazacağam? Hətta gəlib buranı da rədd edək, çıxsın, geçsin. Məlumatları necə yazacağam? Bax, məsələn, bu set initial objektimi göndərirəm bu bir tərəfə. Edit textimi də göndərirəm. Bunu və bunu göndərirəm o bir tərəfə. Hara göndərməliyəm bunu? Bax, bu add news'uma göndərməliyəm də. Gələm yazıram. Edit textim bərabərdir. Edit textə. Set edit textimdəki bərabərdir set edit textə. Mən bunları burada da tuta bilərəm. Baxaq. Aha, gətirdim, burada tutdum. Hansı inputun içərisinə yazıram ha? Hər hansı inputun içərisinə. Misal üçün, mən bu inputun içərisinə yazan vaxtı, bunu məlumatdan götürmək üçün yazdım. On change yazırdım. Oxlu bir dənə funksiyamı yazırdım, belə girdim bunun içərisinə. Baxın, indi mən belə bir şey yaza bilərəm. Yazaram ki, sən mənim set edit textimi, bu biraz əzbərçi yazılışdı, bunu bu arada əzbərləyin. Set edit textim nədir mənim? Default bir obyektdir də. Bunun içərisinə deyirəm, nöqtə. Edit textimi boşalt. Ya bu nə deməkdir? Destrukturlaşdır. Onun üçün nə qədər əməliyyat varsa split elə. Bundan əlavə nə qədər şey varsa hamısını boşalt. Hə, bir də burada bu title əvəzinə mənim event.target.volume yaz. Bu biraz əzbərçi yazılışdı, amma ki, yenidən başlayalım. Bilirəm ki, başa düşmək kifayət qədər çətindir bunu. Və başlanğıcda bunun qiyməti nədir uşaqlar? Bax, bu edit textin qiyməti nədir başlanğıcda? Baxsaq ən yuxarı. Görəcək ki, bu edit textin qiyməti elə bax, budur. Title'dır. Mən orada yazmışam ki, sən set edit textin içərisinə bax, bu image'dir, view'dur, description'dır, date'dir, is popular'dır, title'dır, hamısını onun içərisinə yaz. Vergül title parametrin dəyiş mənim o eventimin value'suna bərabər elə. Yəni, bunların içərisində nə varsa hamısını olduğu kimi saxlayacaq. Bir dənə bu title parametrini dəyişib elə orada qoyacaq yerinə. Yaxşı. Görürsünüz uşaqlar. Mənim təkcə title göndərmə imkanımız yoxdur ki. Var. Təkcə title göndərmə imkanımız var. Prosta dedim də mən başlanğıcda. Dedim ki, biz bunu yaza bilərik. Prosta nətər? Gərək mən buna bir dənə state açam. Buna bir dənə, buna bir dənə, buna bir dənə, buna bir dənə, buna da bir dənə. 1, 2, 3, 4, 6 dənə state olacaq. Qəşəng deyil axı onlarla o qədər belə əziyyət çəkmək. Mən indi burada yazdığım bu bir sətr kod var ha. Bu bir sətr kodu buradan götürürəm. Hamısına yapışdırıram. Məsələn, artıq burada title əvəzinə nə olmalıdır? Image olmalıdır. Buradan buna yapışdırıram. Burada nə olmalıdır? View olmalıdır. Burada olacaq date. Is popular. Uşaqlar, bax, başa düşdünüzmü bunu? Başa düşməsə deyim, bunu yenidən başlayacağım. Bilirəm ki, çətin bir şeydir. Yazılışdı bu. Nigar, başa düşdün? Leyla. Firuz. Mənimsə bütün nasıl bir də etmək deyə bilərsiniz. Leyla'dan sual soruşdum. Leyla dərsdən çıxdı.
Biraz Bax necədir? çətindir, Bax. biraz çətindir burası. Hə, biraz yox, çox çətindir burası. Elə deyək. Hə. Yəni narahat olma, kifayət qədər çətindir. İnşallah yavaş-yavaş öyrənsən. Bax mənim başlanğıcda qiymətim nəyə bərabərdir uşaqlar? Boş bir dənə obyektə. Mən aşağıda yazdığım funksiya ilə deyirəm ki, hətta bunu burada da yazaq. Məsələn, edit yazaq elə, nəsə də misal üçün belə. Deyirəm ki, sən ged mənim set edit textim var ha. Onun içərisində deyirəm, onun başlanğıc qiyməti bir obyektdir. Baxaq, bu da zarafat bir obyektdir. Deyirəm, bunun qiymət olaraq yazıcısı array-in içərisində push falan eləyirdi ya. Onda necə yazırdıq? Nöqtə. İçindəki köhnə parametrlər var, köhnə parametrlər. Köhnə parametrlər haradadır? Edit textin içindədir. Edit text. Bu bilavasitə bu nə deməkdir? Elə dəyişdir, amma eyni şeyə bərabər olsun. Bax, üzərinə gəndə bunu yazır. Deyir ki, mən bunlara bərabərəm. Mən burada da qayıt deyirəm ki, virgül. Bu nə deməkdir? Bax, bu getdi elə bir obyekt yaratdı. Yeni bir obyekt yaratdı. Edit text elədi. Bunun hamısını boşaltdı onun içərisinə. Yəni, bura bunu yazmaqla initial object yazmasında heç bir fərq yoxdur. Virgül deyirəm ki, sən title parametrini dəyiş. Xəzərlə bərabər elə. Bu artıq gedir. Bax, bu adla bu adı buradakı adlar çaxnaşmayadır axı. Köhnəni silir, onun yerinə bu təzəni yazır. Başa düşmədi amma məncə. Başa düşsəz kimsə arxadan belə zad edib deyərdi. Müəllim orada nədir? 3 nöqtə edit text yazmışsınız. Aha. Onu yazmasaq elə birbaşa title Xəzər yazını dəyişsin də eləcə. Yox, mən bura birbaşa title Xəzər yazsam, bu gələcək bax, bu qədər obyektin içində bu qədər parametrin hamısını siləcək. Bir bunu siləcək yazacaq Xəzər. Mənə o biri parametrlər də lazımdır axı. O bir parametrlərdə o birisində məsəl üçün image yazarsınız, image olacaq. Onda title silinəcək, hə? Hə. Hə. Onun üçün nə qaram? Deyirəm, köhnələri, o birisləri saxla. Bax, belə. O birisləri saxla, bax, bu bir də vasitə buna bərabərdir, bax, belə. Deyirəm, bunları saxla. Hə, bir də bunun üzərində bunu gəl. Yaxşı? Bunu gəl üzərinə. Yaz bura, misal üçün, Xəzər. Xəzər, belə. Yaxşı uşaqlar. Bunu indi istəyirsinizsə əzbərləyin, istəyirsinizsə dərindən öyrənin. Yəni, şəxsən mən ilk ərəfələrdə mən əzbərləmişdim. Bunun daha da qısaldılmış bir versiyası var. Amma onu göstərsəm beyniniz yanacaq. Amma siz orada title yazdınız, Aha. onu ora əlavə eləyir, yoxsa oradakı title silib əlavə eləyir? Köhnəni silir, onun yerinə bunu əlavə eləyir. Konsola çıxartmaq olar onu. Hə, çıxartmaq olar, niyə olmur ki? Bax, gəlin bax buradan. Hər misal üçün içərisində şey yazdıqca loqa da gələk elə buradan şey verək. Neyi verək? Edit texti verək. Bax bura. Yazıram. Salam. Gör nə oldu? Salam yazdı, gör nə var? Bax. O birisləri sabit saxlayır. Title'a S yazır, title'a A yazır, L yazır, salamı yazır bu dənə-dənə. Gör nə qarır? Bax, köhnələri sabit saxlayır ha. Məsələn, bunun içərisinə bir şey yazım. Və bunun içərisini yenə doldururam. O gör nə qarır? Yeni dəyişir. Bax, hamısında view eyni qalır. View bunların hamısında eyni qalır. Amma gör nə qarır? Bu mənim title'ımı dəyişdirir. Yaxşı? Bildim. Sağ ol. Əla, bildinsə? Lap yaxşı. O birislər başa düşdü? Yox, Biraz aydınlanma gəlib. yavaş-yavaş, hə? Mən bir də bu obyekti yazdınız, bir boş hamısını. Aha. O həmişə olur. Bəli, Yoxsa- həmçinin elə initial object-də adına çox vaxt elə initial object qoyurlar. Yəni deyirəm, canlı əziyyət vermək istəmirsənsə, gəlib belə də yaza bilərsən. Gələrsən burada 45 dənə şey yazarsan, state yazarsan state title, image, view, description. Hələ yazarsan, göndərərsən. Prosta səndən sonra gəlib ora baxan developer səni belə yad eləyər. Yaxşı? Yaxşı. Ona görə. Gəlir buradan bir dənə də yazırıq. Function. Bu arada mən bunun adını niyə edit elədim? Biz edit eləməyəcək. Biz burada şey yazacaq.
create eləyəcək. Mən də bəzən edit eləmək üçün burada funksiyalara adlar zadlar qoyuram. Adına qoyaq ki, misal üçün edit data. Adının edit olmağına fikir verməyin, biz orada create eləyirik, yaradırıq. Necə yarada bilərəm mən bunu? Deyərəm ki, sən ged mənim set datamın içərisinə. Necə yazırdıq? Təzə bir şey push eləmək istəyəndə. Üç tane Öyle nokta Bəyər kim koydu. eləyirdi? Kvadrat mötərizə qoyurduq, yadınıza gəlirsə. Niyə? Çünki bunun başlanğıc qiyməti nə idi? Array idi, bax, array. Bax. Nöqtə yazırdıq. Nə yazırdıq bura? Adı nədir sonunda? Data, virgül. Data. Dacadakı nəyə yazmalıyıq artıq burada? Edit text'i. Yaxşı. Niyə? Edit text çünki mən nəyə bərabər idi? O bəyək konsolluğa çıxartdım ha. Bir dənə obyektə bərabər idi. İndi gələk baxaq bir dənə buradan. Keçək. Və bu edit data funksiyası harada işləyəcək? Mənim bu formumun alt tərəfində bir dənə düyməm olsun. Mənə cılcıqla yazsın. Bana da 10 klik eləyən vaxtı edit data funksiyam işləsin. Təbii ki, işlətmək istəyirəmsə bunu bura props kimi ötürməliyəm. Və burada da props kimi göndərməliyəm. Bu da belə. İndi baxaq. Bunu sildik. Basırıq. Silə bildikmi? Silə bildik. Gələm sürüşdən. Buna basıram. Gələm burada təzə məhsul əlavə edirəm. Düzdür, buna basmalı deyildim. Gələm buraya yazıram salam qaqa. İmicinə image qoymalıyıq. Image. Dəba bu image qoyuruq ora. Bu image qoymalıyıq. Viewsuna 124, 5, 6, 9 belə bir şey yazdıq. Description'ına, yəni giririk buradan fitiri bir şey. Sonra düşürük aşağı. Date'inə bu günü seçirik. Popularlanır buna. Mənə cılcıqlaya basırıq. Görürük ki, gətirdik gör nə vardı bunu bura. Bağlasaq inşallah. Bağlaya bilmirik. Görürük ki, bağlaya bilmirik. Niyə? Çünki bağlamağa uyğun bir funksiya yazmamışıq biz bura, maşallah. Əslində xəbəri buraya əlavə elədi. Sadəcə bizim də onu görə bilmirik. Bağlaya bilməməyimizin səbəbi nədir? Çünki mənim burada bağlamaq üçün düyməm yoxdur. 10 kliklə nə yazım buraya? Yazım ki set open edit text edit pop-up set edit pop-up. Bağlasaq, hə. Xəbəri gətirib buraya əlavə eləyib. Həyətin az yaşlısı, salam qaqa, nəsə bir şey falan filan bəsməkan. Baxış sayı və burada populyar olaraq qeyd edib. Niyə? Çünki mən o başlanğıcda, çünki mən orada yaradan vaxtı üzərinə klikləyərək şeylədim, yaratdım. Yaxşı uşaqlar. Bilirəm ki, çətin dərs idi. Prosta özü qabağa çox işinizə yarayacaq. Ona görə nə qədər çox öyrənsəz, yazsaz da qəşəng olar. Bunun eynisini yox, buna bənzər bir nümunəni datası ilə bir yerdə sizə atacağım. Sizdən gələn dərsə onu yazmanızı istəyirəm. Bir də ki, Neptunu yazıb satırıb qutarmanızı istəyirəm. Video kimi atacağım, o videoya baxıb onun əsasında yazasınız, yaxşı? Bunu da atın da. Bunu da atacağım, olsun, rahat olun. Neyse. Belə, gedin, sağ olun, gecəniz xeyrə. Sağ olun. Sağ olun. Sağ ol. Xeyrə. Sağ olun.